İndi fikir ver. Yaxşı. Bəzi adamlar, indi üçüncü mərhələ. İstəyir, əziyyət çəkir, yenə nail ola bilmir. İstəyir, əziyyət çəkir, yenə nail ola bilmir. Üçüncü, nə eləməsən? Yollarını öyrənməlisən. İbn Qayyim rahimehullah deyir ki, elm öyrənmək istəmək bəs deyil. Gərək yollarını da öyrənəsən. Aydındır mı? Gecə namazını qılmaq istəyirsənsə yolu var. Bax, diqqət elə bu yola. Bəzən sən durub gecənin bir vaxtı 11 rükət qılacaqsan və sonra 11 rükət tərk eləyəcəksən, bir 5 il sonra imanın o səviyyəyə, 5 ay sonra, nə bilim 2 ay sonra, 3 ay sonra iman o səviyyəyə qalxacaq ki, deyəcəksən, 3 ay qabaq mən 11 rükət qılanam, ondan sonra qılmamışam. Ondan sonra gecə namazı bilmirəm nədir. Yolun düzgün deyil. Birincisi, Allaha ən sevimli olanlar, az da olsa davamiyyətli olanlar. Çox olub qırılanlardansa, az olub davamiyyətli olanlar Allaha daha sevimlidir. Necə ki, hədisdə gəlib. Aydın mı? Gecə namazına başlamaq istəyirsən, başla 3 rükətdən. 3 rükəti tərk eləmə. Əgər 3 rükət qılansansa daimi, onda 5 elə. 5-dən başla. Daima 5 qıl, amma tərk eləmə. 5 olsa qıl. Aydın mı? Gecə bir də unuttun, gündüz 6 qıl. Daimi elə. Daimi elə, qoy daimi qalsın səndə.